Hər kəsə salam dostlar, kanalıma xoş gəldiniz. Deməli bu günlərim sizlər üçün Play Market necə açılır, onu sizə başa salacağım. Bir çoxlarımız bilsək də, bəzilərimiz Play Marketdən necə qeydiyyatdan keçmək olduqlarını bilmirlər. Hansılar ki, telefonunu yeni aldıqda Play Marketdən tətbiqlər yükləmək üçün qeydiyyatdan keçmək lazım olur və indi isə gəlin çox danışmadan necə qeydiyyatdan keçmək olar, onu sizə başa salacağım. Deməli, Play Market daxil oluruq. Sizdə belə bir bölmə açılır. Burada giriş bölməsinə klik edirik. Mən burada videonu kəsintisiz göstərəcəm ki, tam ətraflı bir şəkildə başa düşəsiniz. Deməli, belə bir bölmə açılır. Burada hesab yaradın. Şəxsi istifadə üçün. Üzərinə klik etdikdə, burada adınızı, soyadınızı daxil edirsiniz. Öz adınız da olmasa da olar. Mən yoxlanış üçün test qoyacağım. Test, aşağıya da test. Növbətini vururuq. Və burada doğum tarixinizi daxil edirsiniz. Fərqi yoxdur. Yəni doğum tarixiniz öz doğum tarixiniz olmasa da olar. Yəni ən azından 18-dən yuxarı olmalıdır. Və burada cinsinizi seçirsiniz. Növbətini klik etdikdə və burada siz adınıza uyğun ad yazırsınız. Növbətini vururuq və şifrə təyin edirsiniz. Şifrə təyin elədikdə növbətini vurduq. Gördüyünüz kimi açıldı. Növbətini vururuq. Tam burada şərtləri qəbul edib Play Marketimizi açırıq. Razıyamı vururuq. Qəbul edin. Play Marketimiz tam açılsın. Qəbul edinə klik edirik. Gördüyünüz kimi Play Marketimiz tam açıldı. Ümid edirəm video xoşunuza gəldi. Video xoşunuza gəlsə də kanalımıza abunə olub videonu bəyənməyi unutmayın. Sağ olun, özünüzə yaxşı baxın. Hər kəsə salam dostlar, kanalıma xoş gəldiniz. Deməli bu günlərim sizlər üçün Play Market necə açılır, onu sizə başa salacağım. Bir çoxlarımız bilsək də, bəzilərimiz Play Marketdən necə qeydiyyatdan keçmək olduqlarını bilmirlər. Hansılar ki, telefonunu yeni aldıqda Play Marketdən tətbiqlər yükləmək üçün qeydiyyatdan keçmək lazım olur və indi isə gəlin çox danışmadan necə qeydiyyatdan keçmək olar, onu sizə başa salacağım. Deməli, Play Market daxil oluruq. Sizdə belə bir bölmə açılır. Burada giriş bölməsinə klik edirik. Mən burada videonu kəsintisiz göstərəcəm ki, tam ətraflı bir şəkildə başa düşəsiniz. Deməli, belə bir bölmə açılır. Burada hesab yaradın. Şəxsi istifadə üçün. Üzərinə klik etdikdə, burada adınızı, soyadınızı daxil edirsiniz. Öz adınız da olmasa da olar. Mən yoxlanış üçün test qoyacağım. Test, aşağıya da test. Növbətini vururuq. Və burada doğum tarixinizi daxil edirsiniz. Fərqi yoxdur. Yəni doğum tarixiniz öz doğum tarixiniz olmasa da olar. Yəni ən azından 18-dən yuxarı olmalıdır. Və burada cinsinizi seçirsiniz. Növbətini klik etdikdə və burada siz adınıza uyğun ad yazırsınız. Növbətini vururuq və şifrə təyin edirsiniz. Şifrə təyin elədikdə növbətini vurduq. Gördüyünüz kimi açıldı. Növbətini vururuq. Tam burada şərtləri qəbul edib Play Marketimizi açırıq. Razıyamı vururuq. Qəbul edin. Play Marketimiz tam açılsın. Qəbul edinə klik edirik. Gördüyünüz kimi Play Marketimiz tam açıldı. Ümid edirəm video xoşunuza gəldi. Video xoşunuza gəlsə də kanalımıza abunə olub videonu bəyənməyi unutmayın. Sağ olun, özünüzə yaxşı baxın.